Adı olmayan məxluq. Çox qədim zamanlarda bir məxluq yaşayırdı. Onun adı yox idi. Məxluq özünü bildiyi gündən bəri ən çox arzuladığı şey bir ad sahibi olmaq idi. Nəhayət, bir gün qərara gəldi. Gedim dünyanı gəzəm, bəlkə haradasa mənim adım gizlənib. Dünya o qədər böyük idi ki, məxluq özünü iki yerə böldü. Bir yarısı şərqə, digəri isə qərbə yollandı. Şərqə gedən məxluq bir kəndə çatdı. Kəndin girişində dəmirçi dayanmışdı. Hörmətli dəmirçi, mənə adını verərsənmi? Deyə soruşdu məxluq. Niyə sənə adımı verməliyəm ki? Dedi dəmirçi. Əgər mənə adını versən, mən sənin içinə yerləşərəm və səni çox güclü edərəm, deyə məxluq dedi. Doğrudanmı? Elə isə razıyam, al mənim adımı. Beləcə məxluq Otto adında dəmirçinin içinə girdi. Onunla bir bədən, bir can oldu. Dəmirçi bütün kəndin ən qüvvətli, ən güclü adamına çevrildi. Lakin bir gün... Baxın, qışqırdı dəmirçi. Mənim içimdəki məxluq böyüyür, xrup, çap, xırt. Ac məxluq dəmirçini içindən yedi və yenə adsız qaldı. Sonra o çəkməci Hansın içinə girdi. Lakin xırp, çap, xırt, onu da yedi və yenə adsız qaldı. Növbəti ovçu Toması idi. Xırp, çap, xırt. Amma hər dəfə onları da yedi. Beləcə yenə adı olmadan qaldı. Bəlkə bir sarayda gözəl bir ad taparam. Sarayda o xəstə bir şahzadə tapdı. Mənə adını ver, səni çox güclü idim, şahzadə dedi. Əgər məni sağaltsan və mənə güc versən, onda razıyam. Məxluq şahzadənin içinə girdi və şahzadə diri, sağlam oldu. Atası kral çox sevindi. Oğlum sağaldı, şahzadə yenə əvvəlki kimidir. Məxluq da o adı çox bəyəndi. Həm də saray həyatı ona xoş gəldi. Amma hər gün onun içindəki acılıq daha da böyüyürdü. Nəhayət dözə bilmədi. Baxın, məndəki məxluq böyüyür. Xrup, çap, xırt. Şahzadə kralı və bütün sarayı yedi. Bir gün o qərbə gedən məxluqla rastlaşdı. Bax, indi mənim çox gözəl adım var, dedi şərqdən gələn məxluq. Qərbə gedən məxluqa gülümsəyib cavab verdi. Mənim adım yoxdur, amma onsuz da xoşbəxtəm. Elə isə sən həqiqətən də adı olmayan məxluqsan. Və o, qərbə gedən məxluqu da yedi. Beləcə onun nəhayət bir adı oldu. Amma heç kim qalmadı ki, o adı söyləsin. Halbuki o ad doğrudan da çox gözəl idi. Yokan. Əgər bu hekayəni bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma. Yeni nağıllarda görüşənədək, sağ olun uşaqlar.